Salam, hər vaxtınız xeyir, əziz həmkarlar. Rəqəmsal Yay Məktəbinin növbəti görüşündə sizlərlə görüşə gəlmişik. Bugün sizin bugünkü görüşün moderatoru mən Vahidə Azayeva, təqdimatçımız isə Nisə xanım Babayeva olacaq. Öncəliklə diqqətinizə bir məsələni çatdırım. Rəqəmsal Yay Məktəbi layihəsi artıq avqust ayında yekunlaşacaq sonlarına doğru. Və biz komanda olaraq layihə boyunca görüşlərimizə mütəmadi qoşulan və verilən tapşırıqları yerinə yetirən həmkarların sonda sertifikatlarla təltif olmasına çalışacağıq. Buna görə də görüşlərdə iştirakınız və tapşırıqları yerinə yetirməyiniz mütləqdir. Hər birinizə diqqətinizə görə təşəkkür edirik. Ümid edirik ki, bugünkü görüşdə sizin üçün faydalı olacaq. Sözü verirəm Nisə xanım Babayevaya. Buyurun Nisə xanım müəllimə. Salam müəllimlər, xoş görmüşük. İnşallah bugünkü webinarımız da çox sizin üçün faydalı olar. Bugünkü webinarımız Microsoft Forms proqramında qiymətləndirmə tapşırılan hazırlanması. Və bugünkü dövrdə bilirsiniz ki, gündən-günə daha rəqəmsal dövrə keçirik və kağız israfından uzaq olmaq üçün rəqəmsal testlər hazırlayırıq və bunda da bizə Microsoft Forms proqramı daha çox köməyimizə gəlir. Sizə bir sualımız var, indi çata onu yönləndirəcək. Zəhmət olmasa suala cavab verəsiniz. Vahidə müəllimə, mən çata yazıram müəllimlərin cavablarını. Mən səsləndirəcəm. Bəli, zəhmət olmasa bir dənə onu edim. Bir saniye. İsa xanım, siz istəyirsiniz sualı səsləndirin, ona kimi həmkarlarımız cavablarını hazırlasınlar. Onu da söyleyeyim. Deməli, sualımız belədir ki, siz Microsoft Forms'da daha çox hansı məqsədlə istifadə etmişsiniz? Məsələn, cavablarımızı burada polsla eləyirəm. Siz orada bir və ya bir neçə cavab işarə eləyə bilərsiniz. Sorğu, test, qiymətləndirmə və ya da heç istifadə etməmişsiniz. İnşallah o cavablara uyğun sonra biz sizlə davam edərik. Artıq cavab yazan həmkarlarımız var. Buradan da bir dənə var içelim. Göndərirəm. Zəhmət olmasa orada işarə eləyə bilərlər. Görsənir? Mən burada yazılan hələ ki görünür. Mən burada yazılan fikirləri səsləndirim mi? Aha, siz səsin. Görsənir. Aha, bəli, indi görünməyə başlayır artıq. Deməli, yazıblar. Test hazırlamaq, sorğu Aytac müəllimə yazıb. Elmira xanım yazıb, test hazırlamışam. Şagirdlərlə linki paylaşmışam, işləyiblər. Şamama müəllimə yazıb, test hazırlamaq, qiymətləndirmə. Aynur Qəmbərova yazıb, salam, test sorğu. İndi zəhmət olmasa, burada verilən sorğuda işarələyin. Bu daha məncə maraqlı olacaq ki, görək neçə nəfər hansı variantı seçib. İştirak eləyirlər. Sual belədir, siz Microsoft Forms'dan daha çox hansı məqsədlər istifadə etmişsiniz? Sorğu, test, qiymətləndirmə və yaxud da heç istifadə etməmişəm bəndləri var. Aha, artıq cavablar var. Biz faizlərlə nəticələri görə bilirik. Sorğu, hələ ki bir nəfər, test 3 nəfər, qiymətləndirməni bir nəfər, test istifadə etmişsiniz. Arzu müəllimə ki, pandemiya dönəmində şükür bir də o pandemiya dönəminə qayıtmayaq, amma indi də daha çox Teams-də və ya dərslərimizdə də ondan istifadə edə bilərik. Ləman xanım yazıb, test və feedback üçün istifadə etmişəm. Arzu Süleymanova yazıb, siz onu səsləndirdiniz. Şamam müəllimə də böyük summativ qiymətləndirmə. Nə gözəl, yəni müəllimlər bununla tanışdılar və daha da bu günləri bilmədikləri şeylərlə də tanış olarlar. Vahidə müəllimə icazə verirsinizsə mən paylaşıma keçeyim və canlı Microsoft Forms'da müxtəlif qiymətləndirmə
sualları və qiymətləndirmə formaları hazırlamağını göstərim. Yenə də müəllimlərin sualı olarsa, webinar müddətində suallarını çata yazıb siz də səsləndirərsiniz. Hı -hı. Paylaşımı eləyirəm. Bir dənə zəhmət olmasa siz baxarsınız ki, görsənir ya yox. Hı -hı. Mən cavab yazan yoldaşlara da təşəkkür eləmək istəyirəm aktivliklərinə görə. Çox sağ olsunlar. İnşallah sonra tapşırıqda da belə aktivliyi göstərərlər. Aha, sizin indi ümumi ekranınız görünür. Aha, rəqəmsal məktəb platformasına keçmişəm. Hamı üçün Bəli, görsənir. Bir görünür. dənə. Aha. Bizim bu Microsoft Forms'u Microsoft kabinetində istifadə edirik. Microsoft kabinetinə keçsək, bundan qabaqki webinarlarımızda müəllimlər Microsoft deməli Outlook-la OneDrive-ı baş salmışdılar. Bugün biz sizinlə Microsoft Forms'a keçirik tətbiqinə. Microsoft Forms'a keçəndə onu yönləndirir səhifəsinə. Orada sign in, yəni qoşulma, qeydiyyatdan keçmək lazım. Amma qeydiyyatdan da bizim bütün müəllimlərin qeydiyyatı var. Məndə qeydiyyat olduğuna görə səhifəyə yönləndirdi. Siz də öz Teams hesabınızı deyimmi, Teacher Edu az olan hesabınızı və şifrənizi yazıb girə bilirsiniz. Və burada bizə belə bir səhifə açılır, Forms səhifəsi. Forms səhifəsində şablonlar var. Şablon da istifadə edə bilərik. Məsələn, testi, hansısa bir sorğudur və ya Sazdat test, yəni test hazırlaya keçə bilərik. Test hazırlaya keçəndə bizə belə bir səhifə açılır. Həmin testin adını, məsələn, bugün biz bir summativ hazırlayaq. Onun adını və onun mündərəcatını yaza bilərik. Məsələn, suallar şagirdlərə və ya kimin üçün eləyirsinizsə, ona bir təlimat da deyə bilərik. Təlimat deyə bilərik ki, bütün suallara, məsələn, böyünə yazaq ki, şey olsun. Bütün suallara düşünüb cavab verin. Düşünüb cavablandırın. Məsələn, belə bir təlimatlandırın. Və indi keçirik sual tiplərinə. Bunu yazdıq. Burada kratka rukovodство, yəni nə seçə bilərik? Seçim, tekst, qiymətləndirmə, tarix. İndi gəlin birinci seçimlə başlayaq. Əgər biz test tapşırığı düzəltmək istəyiriksə, bu seçimi seçirik, sual qoyuruq. Mən rus dil müəlliməsi olduğuma görə icazə versəz, rus dilində bir sual qoyaram. Məsələn, götürək ki, asan bir sual olsun, həm yazmağı, həm sizin üçün söyləməyə. Ki, götürək slova. Например, слово «семья» какого рода? Так. Və cavablar olaraq, məsələn, мужской род, женский род, средний род. Mən bunları qısa yazıram. Siz yazanda o formasına görə, şeylərinə görə və ya общий род yaza bilərik. Biz sualı yazdıq. Onun variantlarını seçdik. Siz belə də yaza bilərsiniz, ABC'dəsiz və ya qabaqlarına ABC'də yazmaqla da eləyə bilərsiniz. Sualı yazdıq. Vahidi müəllim, səsim eşidilir də, ekranda görsənir. Aha, sualı yazdıq, variantları qoyduq və düzgün variantı seçməliyik. Biz seçirik ki, sonra şagirdlər onu seçəndə götürsün düzgün. Ballını qoymalıyıq. Məsələn, 5 bal qoyuram. Sonra, əgər bizdən qayıtmaq üçün üstünə basırıq. Əgər biz açıq sual, elə bir sualdır ki, biz ona 2 cavab seçə bilərik. Buradan, baxın, balını seçdik. Sonra oradan nесколько variant ответа, bir neçə variant. Məsələn, bunu işarələyiriksə, burada 2 cavab varsa, qoyuram ki, bir neçə.
cavab istəyirəm. Vыбрать всего variant. Nəsə neçə dənə variant götürürsə. Mesela niye böyle? İki cavabdan artıq olmasın seçim. Ama bizim bu sualda cəmi bir cavabımız var. Ona göre bunu yığışdırıram. Yəni, əgər test eləyirsə, məndən sizə məsləhət testi обязательно, yəni mütləq cavablandırmaq. Şagirdlər ola bilər ki, əlləri deyər, testdən çıxarlar. Ona görə обязательно, yəni bu cavabları işarələməmiş, bağlı testlərdirsə, yəni test formasındadırsa, açıq sual deyirsə, ən yaxşısı obязательно basmaq, yəni mütləq. Onda o suallara mütləq cavablandırıb çıxa bilərlər. Başqa cür olmur. Burada 3 nöqtədə siz əlavə parametrlər seçə bilirsiniz. Məsələn, birincini seçəndə расположить variantı в случайном порядке. Məsələn, məndə rusçadır, amma siz özünüzdə bunu Azərbaycanca və ya ingilis müəllimlər ingiliscə də eləyə bilər ki, işləmək rahat olsun. Və burada biz birinci seçəndə расположить variant в случайном порядке. Yəni şagirddən şagirdə bu cavab variantları fərqli olacaq. Məsələn, bunu köçürmənin qarşısını almaq üçün bunu etmək olar. Ona görə ki, bir-birinin yanında oturan iki şagird bir-birinin cavabını görüb işarə eləyə bilər. Amma variant olaraq fərqli variantlar hərəsinin qabağına gəldiyinə görə cavab eynidir, amma variantları fərqlidir. Onda bunu mütləq edə bilərik. Sonra bir də məsləhətim, indi mən başladım, amma indi sualla başladım. Mənim məsləhətim, siz birinci, məsələn, tekst eləyib, uşaqlara sual, ad, soyad. Ona görə ki, bəzilər girəndə kodu ilə, UÇIS kodu ilə görsənir, amma ən rahatı ad, soyadla birinci sual olaraq adınız, soyadınız və sinfiniz qoymaq ki, sonra axtarmayaq ki, uşaqlar kim yazıb, kimin testidir. Məsələn, özünüz də bilirsiniz ki, yazı testlərində ən çox problemimiz olduğu budur. Uşaqlar eləyir, bal qoymuruq, yəni bu suala bal qoymuruq, ancaq cavab eləsinlər. Və baxın, biz açıq sual qoyanda bizdən düzgün cavabı istəyir. Cavab olaraq da, məsələn, sual qoymuşam, onun cavabını istəyir. Biz burada ad, soyad olduğuna görə длинный ответ qoyuruqsa, daha ona cavab qoymaq lazımdır. Ancaq şagirdin cavabı olacaq. Və baxın, mən sonradan fikirləşdiyimə görə, yəni ad, soyadı fikirləşdiyimə görə, məndə ad və soyad ikinci, bir dənə soyada yazım, sonra onu baş salam sizə. Ad, soyad, bir dənə bunu da düzəliş edeyim. Deməli, soyadda da eyni cür. Yəni yazdıq, bal vermirik. Длинный ответ, uzun cavab seçiriksə ona cavab olaraq da heç nə təklif eləmirik. İndi neynəyək ki, bizdə sualımız birinci, ad, soyadımız ikinci, üçüncü. Baxın, məsələn, ad sualına vuranda, ikinci suala vuranda sağda yuxarı küncdə strelkalar var, yəni işarələr var. Həmin işarəyə basdıqca onlar sual yerini dəyişdi. İndi bizdə ad birinci yerdə, soyad indi 3-dədir, onu da qalxızaq yuxarı. Soyad da ikinci yerdə oldu. Vahidə müəllimə, səsim gəlir. Mustafa müəllimə, bəli. Mən bu məqamda bir şey də deyim. Yəni, eyni şeyi suallar üçün də etmək olar, düzdür? Yəni, biz sualların da yerlərini dəyişə bilərik. Məsələn, balına görə və ya çətinliyinə görə gördük ki, eləmişik, amma bizə elə gəlir ki, bu sualdan sonra olsa, onları da yerini dəyişmir, rahatça yerini dəyişmir. Bir də kopировать sualın özünü köçürə də bilirik. Məsələn, eyni tipli, amma sualı biraz fərqli qoyub, bir də yazmamaq üçün onu eləyirik. Məsələn, baxın, 2 dənə eyni cür sual oldu. Onu yəni köçürtdük. Sonra o sualın üzərində işləmək olar. Məsələn, bu sualı mən götürüb dəyişə bilərəm ki, слово семья женского рода. İndi məsələn, мужского рода soruşuram. Bunu sualı, bir də bunu eləməmək üçün o sualı və ya семья sözünü sual qalıb, mən семья sözünü dəyişə bilərəm. Məsələn, семья sözünün yerinə götürək dom sözü.
Rus dilində dəyişimli. Və rahatcana variant qalır. Sualı biraz dəyişirik. Biz eyni şeyi təkrar-təkrar daxil eləmirik. Vahidə müəllimə, siz bilən bu rahat bir formadır. Bizim üçün də, məsələn, Bəli. sualı bir də yazmamaq üçün, vaxtımıza qənaət üçün Vaxtı çox qənaət üçün gözəl. bəli, çox əlverişli Bəli. üsuldur. Обязательно yenə balını qoyuruq, mütləq cavab veriləcəyini qoyuruq və sualımız da bu formada görsənir. İndi Mən bir bu sual bir vermək istəyirəm. Verin, zəhmət olmasa. İbtidai sinif müəllimi olaraq, məsələn, bizdə adətən şagirdlərdə bu cür formslar işləyəndə istər-istəməz belə deyək də rus düşkünlüyü yaranır. Nə zaman ki, səhvləri görəndə, orada səhvlər, cavablar, balı aşağı gələndə biz onların motivasiyasını aşağı salmamaq üçün alternativ nə eləyə bilərik ki, elə bir məsələn testdə elə bir imkan Onu olsun indi ki, biz paylaşımı göstərəndə mən onu bir də göstərəcəm. Yəni Aha. biz normal test olanda, yəni bu böyük summativdir, onda təkrar testi işləməyə icazə yoxdur. Bəli. Orada elə bir ki, nastroykasında, onun parametrlərində ona icazə vermirik. Amma aşağı siniflərdə, məsələn, birinci sinif test də eləmir, amma sorğu kimi ola bilər, onlar hansısa bir şey işləyə də bilərlər. Məsələn, sizdə ikinci sinif, üçüncü sinifdə. Üçüncü Onun siniflərdə, bəli. dərs müddəti, məsələn, bu summativ, böyük summativ deyilsə, onlara təkrar bu testi işləmək, məsələn, və ya da sualın yanına izahını. İndi onu Bəli, bunu göstərsək, paylaşımı bunu da düşünürəm göstərəndə ki, bir də yadıma həmkarlarımız üçün salarsınız, də mən çox onu da maraqlı olar. göstərərəm. Onda keçək başqa sual növünə. Məsələn, bu sual növü açıq suallarda ola bilər. Biz açıq sual istəyiriksə, tekst seçirik, mətn növünü seçirik, sualımızı qoyuruq. Məsələn, bu riyazi bir sual ola bilər və ya ümumiyyətlə də dillərdən də ola bilər, fərqli suallar ola bilər. Məsələn, bir dənə riyazi suala aid deyim ki, sizə də ibtidaidə də riyazi sualdakı formula qoyursunuz. Məsələn, Vahidə müəllimə, bir yadınızda olsa 4-cü sinifdən bir şey deyin mənə ki, hansını mən sizin üçün eləyə bilərəm. Məsələn, riyazi sualı bilirsiniz ki, orada işarələrlə, məsələn, siz ibtidaisiz deyə, sizdə daha çoxdur da, işarələri qoymaq üçün bizdə bu çətindir. Yazı rahat. Məsələn, bu Şəkillə vermək olar. Bəli. Yəni biz Baxın, həmin sualın şəklini. Burada həmin sualın şəklini qoya bilərik. Bəli. Start izobrazeniya videosunu qoya bilərik. Məsələn, elə bir sual elə bilərik ki, bu ən asan forması. Elə bir sual elə bilərik ki, orada şəkil qoyaq, şəkil qoyub ona uyğun Şəkil əsasında, suallar. bəli, hesablamalarını Bəli, aparsınlar. bu şəkil əsasında bir çox fənlərdə var. Məsələn, ümumiyyətlə şəkil qoyaq bir dənə. Hətta Nisa xanım müəllimə, məsələn, iri həcmli mətnləri biz bu şəkildə Bəli. yerləşdirib, oxuyub anlama sualları da hazırlayıb yerləşdirə bilərik. Biz burada məndə olan bir şəkli qoyaq, yay məktəbi. Onu ilə bağlı, məsələn, və sualımızı qoya bilərik buradakı. Məsələn, bu təlim sizə nə verdi? Özünüz, məsələn, Açıq tipli cavablar yazmaq imkanı da var. Açıq tipli, bəli, tekst qoyuruq deyə ona açıq tipli. Bir də şəkillə, video ilə bağlı bu variant, yəni bağlı, qapalı test tapşırılanda da biz həm şəkil, həm video qoya bilirik. İndi o suallara qayıdıb bir də orada da göstərərəm. Məsələn, bu təlim sizə və ya bu yay məktəbi sizə nə verdi? Təbii. Sizə nə verdim? Və məsələn, təlimə qoşulan müəllimlər bu sualı hərə özünə uyğun cavablandıra bilər. Bir dənə açıq suallarda müəllimlərə nə məsləhət görüm? Yəni, baxın, biz açıq sual qoyanda ona cavab forması da qoya bilərik, məsələn, nümunəsi qoya bilərik. Amma problem burada nədir? Cavab nümunəsi qoyanda şagird yazanda, məsələn, hansısa bir nöqtəni buraxsa, hansısa bir hərfi buraxsa, onu cavabı düz də olsa səhv götürür. Amma müəllim onun cavablarını yoxlayanda ona bal verə bilir. Amma bir də elə bir iki iş eləməmək üçün mənim məsləhətim, yəni tam cavab verməmək, bu длинный ответ, uzun cavabı seçib özləri yazsın. Yəni özləri yazsın, müəllim yoxlayanda girəcək, qapalı testlərdə cavablar çıxır. Bir dənə açıq testdə özü cavab verəcək. Məsələn, 5 bal vermişik, məsələn, buna 5 yox, 10 bal qoyaq. Müəllim də girib,
o sualın cavabına uyğun şagirdə bal qoyacaq. Elə bir balı verəcək. Sonra oca tam şagirdin tam balı çıxacaq ekranda. Məsələn, indi onu cavablara baxanda bir də göstərərəm. Обязательно. Все, bu sualımız bax belə. İndi bir dənə qayıdaq o biri suallara ki, onlarda, məsələn, qapalı test tapşırıqlarında da, baxın, sualın yanında ставить изображение, ставить video. Burada da istədiyimiz şəkli və ya videonu, məsələn, dom sözünü yazmayıb, onun yerinə bir dom şəkli qoya bilərik və ya hansısa bir sual, video sual qoyub, onu cavablandıra bilərlər. Onunla bağlı, məsələn, multimedia hansı istədiyi şəkilləri qoya bilərik müəllimlər. Sonra keçək başqa sual tipinə. Bir dənə. Burada yerlərini dəyişdik. Stavить новую. Aha. Sual qoyuyor. Yeni sual. İndi yeni sualı biz burada Atsenka, məsələn, indi bu summativa deyil, amma hansısa bir sorğu qoysaq, dərsin sonunda qısa bir sorğu, dərslə bağlı sorğu qoysa, orada qiymətləndirmə də. Yəni, dərsin gedişatını, məsələn, bugünkü təlimin gedişatı ilə bağlı qoya bilərik ki, təlimi necə, webinarı necə qiymətləndirirsiniz? Müəllimlər bunu dərs müddətində və ya hansısa bir bölmənin sonunda ki, qoya bilər ki, necə həmin webinarı necə qiymətləndirirsiniz və ya hansısa bir sorğu eləyəndə, bu bir dənə uşaqlara deyil, hansısa təlimdə sorğu keçirirsiniz, sorğunun sonunda bunu qoya bilərik ki, webinarı necə qiymətləndirirsiniz bunu 5 ulduzla və ya ulduz olmasın, başqa bir, məsələn, qiymətlərlə eləyə bilərik bu qiymətləndirməni və ya ürəklərlə eləyə bilərsiniz. Bu lent şeylərdən, işarələrdən, bəlkə deyək, onlardan. Bir də belə like-la da qiymətləndirə bilərsiniz. Məsələn, biz Zizdada qalaq və burada bal qoymayacaq, обязательно. Bunu seçə bilərik. Sonra biz sizinlə, yəni biz deyək, bunu testləri seçə bilirik, həm Azərbaycanda, həm bütün fənlərdə seçirik. Amma elə fənlər olur ki, uşaqlar elədiklərini, məsələn, təsvir sənət olsun, başqa texnologiya olsun, hansı ki, müəllim onlara tapşırıqlar verir. Vahidə müəllimə, siz deyin, sizin ibtidaidə texnologiyadan, təsvir sənətdən siz şagirdlərinizə elə bir tapşırıq verirsiniz ki, yəni əlavə, testdən əlavə düzəldəcəkləri, çəkəcəkləri bir şey. Bəli, istər plastilinlə, istər digər, məsələn, karandaşlarla və yaxud da çöplərlə müxtəlif alətlər, müxtəlif əşyalar hazırlayırlar. Bəli, və hətta tullantı vasitələrindən müəllim onu rəqəmsal formada necə qiymətləndirirsiniz? Məsələn, testi siz götürək təsvir sənət. Sizin mövzu ilə bağlı testləriniz var, amma əyani elədikləri tapşırıq da var. Onu da bura artırmaq olur. Məsələn, добавление fayla, burada faylı əlavə etmək növü var. Məsələn, siz vermisiniz bir tapşırığı olsun, neyin təsvir sənət olsun, neyi çəkmək? Məsələn, deyək bir təbiət mənzərəsi və yaxud da hər hansı bir az yaşlıdırsa ağac şəkli çəkmək, hər hansı bir quşun şəklini çəkmək tapşırığı verilib. İndi bunu necə qiymətləndirə bilərik? Məsələn, təbiət sualımızı qoyuruq, təbiət mənzərəsi deməli, çəkmək. Təbiət mənzərəsi çəkmək. Bu bizim sualımız. Və burada добавить fayl yeri var. Məsələn, maksimal razmer adlı faylı 10 megabayt götürdük və bu sualı elədik. Bir dənə baxaq. Bir dənə. Burada suala baxın. Burada добавить fayl. Uşaq evdə, yəni bunu evdə eləyə bilər. Evdə eləyir, çəkir
və dababit fayl yerindən onu daxil edə bilər. Basırıq dababit fayl və özündə olan şəkillərdən daxil edə bilər. Əla. Əslində bu çox yaxşı vasitədir. Niyə biz kağız israfından da artıq çıxmağa çalışırıq ki, şagirdlərin Bəli, sənədlərini yığıb qovluqlarda və yaxud da sinifdə saxlamaq imkanı olmayan məktəblər var. Bu zaman bu şəkildə şagirdin əl işlərini bu formusa yükləyib orada da saxlaya bilərik. Məncə çox əlverişli üsuldur. Bu hissəyə qədər suallar varsa bir dənə çata yazsınlar ki, biz baxaq. Davam sizə nəsə maraqlıdırsa, bunu ilə sualların təqdimatı ilə bağlı onu deyək, sonra necə paylaşacağıq onu deyəcəyik. Bir dənə. Deməli, yoldaşlar, əgər bura qədər hər hansı bir sualınız varsa, bəlkə bölməmək üçün fikirlərinizi saxlamısınız. Kiminsə hər hansı sualı varsa, biz sualları səsləndirək, Nisa xanım müəllimə cavablandırsın. Sonra isə hazırlanmış test formunu necə həmkarlarla, şagirdlərlə bölüşə bilərik, bu barədə Nisa xanım müəllimə təqdimat edəcək. Aydındır yazılar. Təşəkkür edirik. Aha, onda davam eləyək. Sual olsa siz səsləndirərsiniz Vahidə müəllimə. Qayıdaq test formasına. Təşəkkür edən həmkarlarımız var. Biz sizə təşəkkür edirik. Çox sağ olsunlar. Aha. Burada bu şkala Likert və reyting ola bilər. Məsələn, bir dənə reytingi də göstərək. Məsələn, eləyə bilərsiniz sualları ki, hansısa bir sual reytingi üzrə. Gəlin Likertə başa salın bir dənə. Bu sualı. Məsələn, bu sual Vapros. Hazır formusunuz varsa, Nisa xanım müəllimə, onu da təqdim edin olar. O da məncə maraqlı olar. Aha, mən gəlin hazır formusu paylaşmağa göstərim. Onu görür ki, bu düzəltməkdən çox, yəni bunu yazırıq. Bir də indi inşallah o biri təlimlərdə müəllimlər eləyəcək. Hələ ki inteqrasiya olmayıb. Gəlin mən sizə hazır form. Siz mənim səhifəmi görürsünüz? Bəli, hal-hazırda bütün ümumi səhifə görünür. Tak, bir dəqiqə buradan test biznesini görüm hansı hazırdırsa onu. Məsələn, sizin paylaşdığınız hər hansı formusu olubsa, onu təqdim edərdik. Onu şeylərini göstərmək istəyirəm. Bəli, gəlin qaydaq formusa. Mən oradan onu təqdim etməyini. Bursa bundan qabaq elədiyimizin necə təqdim edirik? Bunu işləyirdik. Test biznesini oynadım. Хорошо. Gəlin formsda mən sizə baş salım. Cavabları. Bizim testləri, bəli, baxın, qiymətləndirmə 6-cı sinif. Siz My forumu hissəsindən, məsələn, mənim forumlarım, forumsda aşağı hissədə istifadə elədiyim testlər var, hansılar ki, hazır əvvəldən. Məsələn, qiymətləndirmə 6-cı sinifi açırıq. Baxaq görək nə qədər şagird onu işləyib, hər sualı neçə nəfər düz işləyib. Bu şəkildə biz onların o hazır nəticələrini görə olandan bilirik. sonra işlənən sualların, baxın, prosmotr atvetov 39 nəfər, məsələn, daxil olunub. Birinci onun necə paylaşılmağını göstərim, sonra cavabları necə görməyini. Məsələn, bunlar hazır testi, suallar tərtib olunub və sualların yanına düzgün cavablar. Siz işinizi asanlaşdırmaq üçün forumsda işləyirsiniz. Amma əsas forumsda onun balını qoyub və düzgün cavabları əvvəlcədən işarələmək. Məsələn, onu paylaşmadan qabaq, предварительный просмотр, yuxarı hissədə baxın, əvvəlcədən görünüş. Birinci, əvvəlcədən görünüşünə baxırsınız. Məsələn, ad yazılıb, soyadı yazılıb, suallar düzgün yazılıb. Ki onları hamısını yoxlayırsınız. Özünüz də bir dəfə o sualları işləyə bilərsiniz ki, görəsiniz düzgün suallar düzgündürmü. Məsələn, elə olur ki, biz yazıda da, bu elektron formada da tələsdiyimizə görə hansısa bir tələskənlik olur, düzgün yazılmır, düzgün işarə qoya bilmərik. Birinci özünüz yoxlayırsınız, hər şey düzgündürsə, sonra uca paylaşmaya keçirik. Yəni, o paylaşmanı mən sizinlə neçə forması? Deməli, 3 nöqtədən, baxın, burada 3 nöqtədən paylaşma parametrlarını bir dənə icazə verin. Parametrlarını seçək sonra. Burada parametrlarda
parametrlarını seçirsiniz ki, kimlər bunu işləyiblər və necə işləyiblər. Avtomatik otsınka, yəni uşaq işlədiyi həmin öz qiymətini dərhal görə bilir. Məsələn, dedi ki, o bizim üçün. Məsələn, siz ibtidailərdə o qiyməti göstərməyə bilərsiniz. Məsələn, dediyimiz kimi uşaqları o həvəsdən salmamaq, sonra özünüz baxıb uşaqlara öz məsləhətlərinizi ki, bu sualda bu səhv eləmisiniz, ikinci dəfə işləyəndə bunu etməyin, bunlara diqqət edin. Məsələn, onlar qiymətə baxmaya da bilər, ona söyləyə bilərsiniz ki, özünüz görəsiniz. Sonra, əgər baxın, müəllimlər sizə axırda bir tapşırığı verəcəm, ona görə o tapşırığı eləyəndə elədiyiniz parametrlardan bunu seçməlisiniz. Любой пользователь может ответить. Hər iştirakçı cavab verə bilər ki, paylaşa biləsiniz. Məsələn, başqasını eləsəz, siz paylaşdığınız insanlar onu cavablandıra bilməyəcək və ya görməyəcək. Sonra biz məsələn test olaraq vaxt lazımdır bizə. O vaxtı ki, nə vaxt ərzində eləsinlər. Cavabları qəbul edirik. Vaxtının və sonunu, datanı açalım, başladığını və sonlandığını qoyuruq ki, şagirdlər neçə vaxt ərzində, məsələn, istədikləri vaxt yox, biz təyin etdiyimiz vaxta girsinlər və o 40 dəqiqə, 45 dəqiqə içərisində etsinlər bu tapşırıqları. Deməli, burada dedi ki, əvvəldən demişdik, rastlaşdı vопросы случайно порядке ki, istədiyimiz formada suallar değişsin yerlərini ki, şagirdlər bir-birindən köçürməsin. Deməli, nə edə bilərik? Burada bu işarə var. Отключить номер вопроса. Sualları görməyə bilərlər. Məsələn, nömrələməyə bilər uşaqlarda. Onda həmin o nömrələrlə də bu hamısı bir-birindən köçürməni qarşısına almaq üçündür. Tak, bir də məsələn, настройка сообщений с благодарностью. Eləyə bilərsiniz ki, uşaqlar işləyəndən sonra onlara bir, siz dediyiniz ibtidailərdə də ruhdan düşməyin, bir daha eləyə bilərsiniz, bu suala qayıda bilərsiniz. Bunu bir hansısa bir sözlə və ya cümlə ilə şagirdləri ruhlandıra bilərsiniz. Mən Nisa xanım bir məqamı, yəni biraz sual daha doğrusu düzəlşim. Yəni bir sualda 2 dəfə cavab vermək şansı kimi belə bir imkan varmı? Biz onu istəyərdik, deyərdik. Yəni şagird tutaq ki, səhv elədi, həmin səhvini ikinci dəfə düzəltmək imkanı olsun ki, o səhvini bir də təkrar işləyə bilsin və özü cavabını tapa bilsin. Deməli, baxın, burada işarə var. Отправить другой ответ. Məsələn, yenidən sual göndərməkdə eləyə bilərlər. Yenidən girib, onu söyləmiriksə eləyə bilmir. İşarə qoyuruqsa eləyə bilirlər. Tak, bir də məsələn, уведомление об ответах, cavablar haqqında. Biz əgər istəyiriksə uşaq səhv eləyib düzgün cavabını görmək, onda biz işarə qoyuruq ki, разрешить, icazə verək ki, düzgün cavabın после отправки, ki, düzgün cavablara baxa bilər. Məsələn, özümüz də bir çox qiymətləndirmə testlər edirik onlayn. Bəzi onlayn testlərdə biz təkrar cavablarımızı görə bilirik, bəzilərində yox. O da parametrlərdən asılıdır. Yəni, icazə verilirsə parametrlərdə işarə qoyulur ki, biz bunu görək, onda görürük. Yox, işarə qoyulur ki, biz onu görməyək, onda biz onu görmürük. Yəni, əgər bu siniflə bir dəfə keçirəcəksə, başqa siniflə keçirməsə, siz ibtidaisidə sinifiniz bir dənədir. Siz özünüz o cavabları işarə qoya bilərsiniz ki, uşaqlar görsün. Və ya eyni vaxtda, eyni otaqdasınızsa, evdən deyil, məktəbdə eləyirlərsə daha yaxşı cavablarını görür və o cavab üzərindən onlarla müzakirədə apara bilərsiniz. Bəli, təşəkkür edirik Nisa xanım mənə. İndi paylaşımı. Ev tapşırığı ilə bağlı məlumat verək. Bəli, bir dənə cavablara baxaq. Baxın, bu testi 39 nəfər işləyib və onu prosmotr atvet. Baxın, bu testlər neçə nəfər tərəfindən işlənib, onları görürük və bunun kimlər işləyib. Bir dənə burada işarəsini tapsam, biz də bura aşağı düşməlidir. Aha, baxın ki, hər suala neçə nəfər cavab verib və hər suala neçə nəfər düzgün və ya səhv. Bunu statistika kimi sizə göstərir. Məsələn, birinci sualda 56% düzgün cavab verib, 8%, 10%. Bunu statistika kimi, yəni siz
Hansı sualda daha çox səhv olub, məsələn, o suala tezdən qayıdıb uşaqlarla onun üstündə işləyə bilərsiniz. Bunu rahat və tez bir zamanda biz bir-bir o kağızları yoxlamırıq. Yəni açıq sual vermisiniz, verməmisinizsə, siz rahatcana ancaq bu statistika ilə işləyə bilərsiniz və bu statistikanı rezultat nəticə olaraq Excel-ə də çıxarda bilərsiniz. Yəni Excel-də yazı forması, sonra onu çıxardıb özünüzün əlinizdə Sənəd material şəklində kimi də saxlayıb, bəli. material kimi də saxlaya bilərsiniz. Bir də tapşırıq. Yəni qayıdaq, mən paylaşımdan, bir dənə baxın suallar yoxdursa, mən paylaşımdan çıxıram ki, Elə ki, suallar yazılmayıb, həmkarlarımız ah, əgər hər hansı bir sualı və yaxud da qaranlıq qalan məqamla bağlı fikirləri varsa, səsləndirə, daha doğrusu chat bölməsinə yaza bilərlər. Mən səsləndirim. bəli, paylaşımdan çıxdım, görürsünüz də məni. Bəli, biz sizi görürük. Mən Müəllimlər, sualı göndərim chat bölməsinə. bəli, PDF linkini. müəllimlər, əgər sualınız yoxdursa, bizim sizə tapşırığımız var. Siz Microsoft Forms'a girirsiniz və Microsoft Forms'da hər biriniz öz fənninizə uyğun müxtəlif növlərdən istifadə edərək, məsələn, mətin, test, sorğu, qiymətləndirmə növlərdən istifadə edərək bir 6-7 suallıq ad familiya qoyulub, eləyirsiniz və onun paylaşımını. Amma mən paylaşımını göstərmədim. Bir dənə o paylaşıma da qayıdaram, göstərim ki, müəllimlər necə paylaşacaqlar. Siz orada linklə və QR kodla paylaşa bilərsiniz və Teams-ə qoya bilərsiniz. Mən bir dənə onu göstərim ki, o tapşırığı necə eləyəcəklər. Olar, Buyurun. mən və bunu ilə də sonra suallar olmasa, bunu ilə də bitirərik. Buyurun. Mən, bəli, paylaşıma qayıdım. Tak, 5 ekran. Görürüksə paylaşımını, mən qayıdım Microsoft-dan. Qeyd edək ki, Microsoft alətlərini biz rəqəmsal məktəbdən rahatlıqla keçid edə bilirik. Keçid edə bilirik, Həmin bəli. hissədə Microsoft kabineti və Microsoft kabinetindən də həmin digər bölmələrə, eyni zamanda Forms'dan da istifadə edə bilirik. Bəli. Bir dənə test prosta hazırlayaq. Məsələn, sualımız stavit bu sualdan. Heç qoymayacağım. Prosta bu bizim testimiz. Məsələn, bunu indi baxın, burada zbor atvetov, yəni necə cavabları biz necə qəbul edəcəyik. Orada məndə testi uca işləmişlər deyə, orada uca cavablar görsənirdi. Bunu yeni testdə bura basanda ki, hansı formada eləyəcəklər. Məsələn, любой пользователь seçirəm, hamı cavab verə bilər. Buradan ссылка götürürük, buradan şeyini götürə bilirik, skачать eləyə bilirik özdə, QR-ını və ən əsası biz bundan sonra şeydə işlədiyimizə görə, məsələn, bunu bağlayayım bir dənə. Biz burada Teams-i, biz sualları bir çox vaxt Teams-də yönləndiririk. Məsələn, keçən il yadınızdadırsa 4-cü, 6-cı siniflərin böyük summasını Teams-lə keçirdik və onların testləri. Bir də Forms-da işlədiyiniz bütün testlər, əlinizdə olan bütün testlər Teams-ə girəndə görsənəcək və bunu göndərə bilirik. Отправить edirik, məsələn, kiməsə göndərə bilirik və ya hansısa bir kanalı götürüb həmin kanala göndərə bilirik. Yəni, ümumi başqa bir yerdə istifadə eləmək istəyirsə, biz onu ссылкасы ilə, məsələn, ссылкasını götürdük, kopировать ссылку. Mən indi həmin ссылкanı bizim chatımıza daxil edəcəm. Boş indi düzəltdiyimiz testi orada kim girsə görə biləcək. Düzü, nümunə testi idi, amma yenə də. Aha. Baxın, bu formada siz kiməsə də göndərə bilərsiniz. Və mən hər iştirakçıdan zəhmət olmadı test düzəltsin, öz fənninə uyğun, paylaşımdan çıxın bilirəm. Öz fənninə uyğun test düzəltsin, onun belə linkini Padletə daxil eləyər, amma ən əsası bizim üçün adını, familiyasını, məktəbini yazsın ki, biz sertifikatları verəndə bilək ki, kimə veririk, o adsız tapşırıqlar olmasın. Çox sağ olun bir daha. Ümid edirəm ki, bizim bu təlimimiz faydalı oldu. Suallarınız yoxdursa, kimin sualı varsa tapşırıqla bağlı, təlimlə bağlı yazsın. Sualları yoxdursa, Vahidə müəllim, bugünlük o biri təlimlərdə görüşmək ümidi ilə sağollaşaq müəllimlərlə. Təşəkkür edirik. Bugün
belə deyək, diqqət göstərib bugünkü görüşümüzə qoşulub və bizi sona qədər dinlədiyiniz üçün ümid edirik faydalı oldu. Nisə xanım müəlliməyə də təşəkkür edirik geniş və Çox ətraflı sağ izahına olun. görə. Çox sağ olun. Gələn İnşallah görüşlərə qədər. faydalı olar. Sağ olun. Sağ olun. Çox sağ olun Hatice müəllimə. Biz də sizə təşəkkür edirik. Videonu saxlayın bir də. İnşallah Arzu müəllim.